Yəni ki, sən bunu kəsdinmi? Bunu kəsdinmi? Deməli, bu 1 metrədirsə, bir dənə də 1 metrə parça lazımdır ki, arxanı kəsəsən. Parça çox gedir də. Burada parça az getsin deyə nə istifadə elədik? Hə, 1.10-dur. Oradan 2 metrə gedəcək, arxaya tikiş düşməsin deyə. Əgər istəmirsənsə. Yox, indi parçan azdırsa, yəni rahat variantındır ki, bunu kəsə bilərsən. Amma bir şey də yadda saxlayın ki, onu hər parçada kəsə bilmirik. Çünki biraz bahalı parçalarda rəng dəyişimi olur. Elə ki, bu istiqamətdən fərqli görünür, bu istiqamətdə fərqli görünür. Onu baş-ayaq kəssən, birləşdirsən, arxa ilə qabaq seçilir. Güllü parça olur ki, güllər yuxarı düzülüb, baş-ayaq kəssən, o bir tərəfdə aşağı baxacaq. İndi hər parçada olmur da, sadə parçalarda, rahat parçalarda baş-ayaq kəsib geyinirsən. O birisini də yəni kəsəndə bunu, çəkəndə bu budur. Bax, burada çəkdiyimdir, görürsünüz? Bir dənə də uzunluq olsun gerək ki, arxanı da kəsim götürün. Yəni, burada başa düşülməsi bir şey yoxdur. Aydın oldu o?